Salam, 102 Xəbər Info və Inform Xəbər TV'nin sosial şəbəkə izləyiciləri. Bugün çəkilişimiz İmişli rayonunun Aranlı kəndindədir. Sahibkar Rzayev Nurullah Hidayətoğludur. Sahibkarımıza belə bir sual veririk. Siz bu sahədə nə əkimirsiniz? Bu Rzayev Nurullah Hidayətoğlu. Prime kod MMC İmişli filialının Aranlı kəndinin nümayəndəsiyəm mən. Hal-hazırda 300 hektar müqaviləm var. Agrotexniki qaydalar vaxtında başa çatmışdır. Hal-hazırda kütləvi şəkildə səpinlərimiz gedir. Yəni bu qaydada suvarılma ilə də problemimiz yoxdur. Allah'a min şükürlər olsun. Cənab Prezidentimizə də təşəkkürümüzü bildiririk ki, pambıqçılığın inkişafında çox gözəl təşən verir. Zavod rəhbərliyi, şirkət rəhbərliyi tərəfindən də hər tərəfli köməyimiz olur da, yəni dəstək olur. Allah köməkləri olsun. İcra nümayəndəliyi tərəfindən, başçı tərəfindən ona hər tərəfli köməyimiz olur da bizim. Suyumuz, zadımıza şükürlər olsun, bu illəri yaxşıdır. Biz görürük ki, burada pambıq əkimirsiniz. Çıxış necədir sizdə? Çıxış belə deyək də, arat olan yerlər yəni çıxış verib də, belə deyək, bir qarol verib də 2 günə, 3 günə o inşallah o düzüləcəkdir. Yağıntı olsa daha yaxşı olar da. Bu sahədə hal-hazırda tinin vurub, yəni çıxmaq üzrədir. 2 gün, 3 gün vaxt lazımdır ki, bu düzülsün cərgiyə. Hər hektara nə qədər çiğ əkirsiniz? Hər hektara 25 kiloqram. 25 kiloqram. Amofosla 150 kiloqram, 100 kiloqram da belə amofosla əkirik. Vaxtında da ziyan verici həşəratlara qarşı zavod rəhbərliyi tərəfindən, şirkət tərəfindən dərmanlarımızı gətirib istifadə edirik. Yaxşı. Yəqin ki, burada traktoristlərin də əməyi var, işçilərin də əməyi var, yəni işçiləriniz də var. O barədə nə deyə bilərsiniz? İşçilər də ki, işləyirlər. Şükürlər olsun, iş yerləri, yəni hər tərəfli var da, yəni zavod üzrə. Hamısı işləyir, vaxtında maşın alır, premiyasını alır, yəni belə problem deyil, yəni dolanırlar. Şükürlər. Qabaqcadan demək, biraz belə çıxar ki, yəni gələcəkdə, bəli, siz nə qədər məhsul təqribən gözləyirsiniz? Keçən illərin, ötən ildə belə deyək, 2025-dən danışıram. Bu sahədən 55 sentiner pambıq yığılmış. Hektara 55 sentiner? Bəli, 55 sentiner pambıq yığılmış bu sahədən. Lap yaxşı. İnşallah bu ildə uğurunuz bol olar, yüksək məhsul götürərsiniz. Yəqin ki, dövlətimizin qayğısı, fermerlərə qayğısı yəni böyükdür. Siz bu arada şükürlər olsun ki, hər nətər deyim, bütün təminatlar ödənilir vaxtında, subsidiyalarımızı alırıq. Cənab Prezidentə təşəkkürümü bildirirəm ki, yəni dəstəkdir, millət yəni iş yerləridir. Bax, mənim özümün o başqa mənə çıxmasın, 30-35 nəfər il ərzində işçim olur. Gün ərzində 27 manat maşın qarşıda belə deyək. Yəni fəhlənin birinə pul çatır. Yəni dolanırlar da, yəni mən belə deyək də, məndən başqa digər fermerlər var ki, yəni onlar da o şəkildə, yəni cəmaata dəstəkdir də, cəmaat iş yerləridir. Yəni əkirlər, dolanırlar, yəni belə pis. Bu işlərdə sizə müvəffəqiyyətlər arzulayırıq. İnşallah bol məhsul götürəsiniz. Çox sağ olun. Sizə görə təşəkkür edirəm sizə. Çox sağ olun. Siz də sağ olun. Sağ olun. Bugün də Etirəm qardaşımız bizimlədir. Yəni Etirəm qardaşımız su işlərinə baxır, su mirabıdır. Yəni taxılçılığa, pambıqçılığa dəstək olaraq suyu vaxtında verirsiniz. Bu barədə nə deyirsiniz? Bizim bütün taxılçılıq olsun, pambıqçılıq olsun, su problemimiz yoxdur, Allah'a şükür. Hamısı normal vəziyyətdə suvarılır. Çox qəşəng davam edirik, suvarma sistemi. Allah Prezidentimizdən də canı salamat eləsin, uzun ömür, can sağlığı dilirik ki, gözəl bizim Prezidentimiz var. İnsanlara dəstək, qayğı göstərir, biz o dəstəyin bəhrəsini görürük. Bəhrələndir. Çox sağ olsun. Siz də sağ olun. Sizə nailiyyətlər arzulayırıq. Sağ olun. Siz də sağ olun. Yəni gəlib çəkiliş aparırsınız. Çox sağ olun. Cəmaatın yəni qaydasına qalırsınız. Çox sağ olun. Minnətdarım.
102 Xəbər Info və Inform Xəbər TV-nin baş direktoru Azər Xudayeroğlu, informasiyalar İlahə Salih qızı Elxan Hüseynoğlu, İmişli rayonu Aranlı kəndi.